Azərbaycanımızın hər güşəsi gözəldir. Doğma diyar Odlar yurdunun hər qayası, hər daşı bir tarixdir. Qalaları, abidələri ilə zəngin olan doğma diyar Gədəbəylik. Azərbaycanın dilbər güşələrindən biri sayılan Gədəbəy rayonu Kiçik Qafqazın orta və yüksək dağlıq zonasında yerləşir. Rayon Şahdağ silsiləsinin şimal yamacını, başkənd Dəstafır çökəkliyinin və Şəmkir dağ massivinin bir hissəsini əhatə edir. Azərbaycan Respublikasında inzibati rayon olaraq Gədəbəy 1930-cu ildə təşkil edilmişdir. Sahəsi 1290 kvadrat kilometrdir. Rayon şimaldan Tovuz, şimal-şərqdən Şəmkir, şərqdən və cənub-şərqdən Daşkəsən rayonları ilə qonşudur. Qərbdən və cənub-qərbdən 120 km məsafədə Ermənistanla həmsərhəddir. Azərbaycan od vətənim, od anam, bir alışam, bir tutuşam, bir yanam. Nə müddət ki özüm adlı cahanam, get ha Xodkar, get ha Paşa, get ha bəy. Xəritəyə bir ad düşüb Gədəbəy. Gədəbəy adına biz ilk dəfə Mixiter qoşun Albaniya salnaməsi əsərində rast gəlirik. Və orada Kedabak qalasının haqqında danışır. Elmi etmologiya göstərir ki, get a bəy, get gədiş sözü, yəni təpə sözü, bək də bəkləmək, gözləmək. Gədəbəy gözətçi məntəqəsi, gözətçi təpəsi mənasındadır. Oğuz türkçəsində də, istər Qıpçaq türkçəsində də məhz igidliyi, cəsurluğu bildirən bir anlamdır. Bütövlükdə burada türk xalqlarının yaşayış məskənidir. Buradakı yer adları, buradakı abidələr, istər Parfiya dönəmindəki abidələr, Midiya dönəmindəki abidələr, istərsə Səlcuqlar, Oğuzlar dönəmindəki bütün abidələr də yəni göstərir ki, burada türklərin, Oğuzların, yaxud da Qıpçaq türklərinin məskənidir. Zəngin mədəni irs nümunələri Gədəbəy Diyarşünaslıq Muzeyində bu gün də qorunur. Azərbaycanın ən qədim yaşayış məskənlərindən olan Gədəbəydə daş dövrünə, tunç və ilk dəmir dövrünə aid nümunələr tapılıb və bu gün də davam etdirilən arxeoloji qazıntılar zamanı uzun bir keçmişin sirləri ilə zəngin olan tapıntılar, Şoraz ağası, Mis dağ mağarası bizi təəccübləndirə bilir. Xocalı Gədəbəy arxeoloji mədəniyyəti əsasən təmsil olunur qəbir abidələri ilə və yaşayış yerlərindən ki, hansı ki, onlara siklopik tikillər deyilir, yəni qalaçalar. Kifayət qədər arxeoloji tədqiqatlar aparılıbdır. Qalaça ərazisində yaşayan əhalini, otaq yerləri, emalatxanalar, kürə yeri və ən əsası da metal emalında istifadə olunan daş qəlib və eyni zamanda gil butələr tapılmışdır. 40-dan çox qəbir abidəsi tədqiq olunub. Qatır yolu adlanan və Qalaçanın cənub ətəyində yerləşən qədim nekropolda 7-yə qədər qəbir abidəsi tədqiq olunub. Avadanlığından da görünür ki, hansı ki bu qəbirlər əhalinin sosial cəhətdən ən aşağı təbəqəsinə aiddir. Abidələrlə xüsusilə zəngin olan Söyüdlü kəndində tunç ilk dəmir dövrünə aid müdafiə məqsədilə tikilən dünya əhəmiyyətli qalaça bu gün də qorunur. Ümumiyyətlə, Gədəbəy ərazisində böyük və kiçik olmaqla 100-dən çox müdafiə və müşahidə xarakterli qalaça var. Qalaçaların tikilməsi bu gün də belə deyim, mübahisə predmeti olan bir mövzudur. İstifadə edilən daşların bir neçə ton ağırlığı olmuşdur. Və maraqlı cəhət ondan ibarətdir ki, qalaçalar
inşa olunduğu ərazilərdə həmin daşlara təsadüf edilmir. Bu onu göstərir ki, bu daşlar hansısa kənar ərazilərdən gətirilmişdir. Qalaça həsər deməkdir, həsər. Çəpər demək. Bu qalaçadan anarda palıt meşəsi olur, ağac meşə olur təmin. Qalaçaların bir səciyyəvi cəhəti də ondan ibarətdir ki, onlar əsasən hündür, bir-birinə demək olar yaxın və nisbətən yaxın ərazilərdə inşa olunmuşdur. Əsasən düşmən hücumları zamanı məlumatın daha tez çatdırılması üçün, yəni bu qalaçalarda ocaqlardan, tonqaldan da istifadə edilmişdir. Bizim dayandığımız ərazidə Kiçik Qaramurad kəndi, elə təkcə bu ərazidə 3-dən artıq qalaçanın olduğunu, Dərməndağ kəndi ərazisində bir qalaçanın olduğunu, o cümlədən bir də Arıqdam kəndində. Bunların içərisində daha məşhur olanı Söyüdlü kəndində yerləşən dünya əhəmiyyətli qalaçanı biz qeyd edə bilərik. Rayon ərazisindəki abidələr tariximizə Gədəbəy Xocalı mədəniyyəti adı ilə daxil olmuş mədəni irsin tərkib hissələrindən hesab olunur. 9-cu əsrin memarlıq abidələrindən sayılan Qız qalası. Yolumuzu Şəmkir çayı sahilində sıx meşəli dağlar arasında yerləşən ən hündür zirvələrdən birinin tacı olan Qız qalasından saldıq. Bəzən də el arasında bura Namərd qala deyilir. Namərd qala adlanan ölkə əhəmiyyətli abidəni ziyarət etmək isə böyük hünər istəyir desək yanılmarıq. Bu axarlı-baxarlı Şəmkir çayını görürük. Şəmkir çayının gedib bir ada yaratdığı o dağın üstündəki Qız qalasında görürük. Dünyaca məşhur olan Dağ qalası. Qız qalası bizə qədim mədəniyyətimizdən irs qalan ən böyük tarixi mədəniyyət abidələrindən biridir. Konkret surətdə cavab vermək mümkün deyil ki, o qalanın tikilməsində məqsəd nə olur? Bəzi yerlərdə yazırlar ki, o 9-cu əsrin abidəsidir, 10-cu əsrin abidəsidir. Amma son vaxt ədəbiyyatlarda belə bir ifadə olunur. Deyirlər ki, eldəcizlərin hakimiyyətdə olduğu vaxtda tikilib. Pişmiş kərpişdən tikilib. Xalq arasında ona Namərd qala deyirlər. O Namərd qalada bir əfsanəyə istinad eləyir ki, o da gəlib qızını vermək istəməyən bir adam qızını orada gizlədibmiş. Qızı aparmaq istəyənlər atı tərsindən allayıb gəliblər ora. O Nəmrud adında adamdır da. Nəmrud gələndə görüb ki, bəs qaladan atlar çıxıb gedib. Amma əslində qalanın ətəyindədir onlar. O atı izləməklə geriyə qayıdır. Onlar da sərbəst şəkildə gedib qızı oğurlayır və Qız qala, Namərd qala deyə. Mən səni deymişdim, qoru. Bu əlbəttə xalq əfsanəsidir. Qədim Azərbaycan dövlətinə, Qafqaz Albaniyası dövrünə aid müxtəlif memarlıq üslublarını əks etdirən məbədlər, kilsə bənklər, qalalar günümüzə qədər gəlib çatıb. Yüz eşitməkdənsə, təbii ki, bir görmək yaxşıdır deyib, Mahrasa məbədinə də getdik. Gördüyünüz bu məbəd Çarekvəng monastırıdır. Bu Mahrasa məbədində yerləşən zəng qülləsidir. İnsanları ibadətə çağırmaq üçün o zəngi çalırmışlar. Gördüyünüz bu tikillər də onların yaşayış otaqları olub. Hər birinin içində qədimdən örülən divar peşləri var. Şəmkir çayının qırağında su dərmanları olub, təndirlər olub, çörək bişirmək. Böyük binanın biri də monastır olub. Monastırın içərisində yer düzəldiblər. 2-ci mərtəbə kimi biraz hündürdə, 1-3 metr hündürdə. Orada bir otaq tikiblər. O da Alban Katolikosunun otağı olub. Gədəbəy ərazisində olan Alban kilsələrinin sayı çoxdur. Rayon mərkəzindən Gədəbəy şəhərinin 2 kilometr aralıqda olan bu kilsə yerli əhəmiyyətli abidə hesab olunur.
Xocalı Gədəbəy mədəniyyəti eramızdan əvvəl 14-cü, 13-cü əsrdən 7-ci əsrə qədər mövcud olmuşdur. Əsasən yaşayış məskənləri, bu yaşayış məskənləri də iki yerə bölünür. Müvəqqəti və daimi yaşayış məskənləri, eyni zamanda qəbirlərdir, emalatxanalardır, ibadətgahlardır. Həmşirək məbədi Qafqaz Albaniyasının yaratdığı memarlıq nümunələrindəndir və indi qarşısında dayandığımız bu məbəd Gədəbəyin, Böyük Qaramura kəndinin ən məşhur tarixi abidəsidir. Təxminən 5-7-ci əsrlərə aid hesab olunur və mənbələrə görə 12-13-cü əsrlərdə yenidən bərpa edildikdən sonra bugünkü formasını alır. Həmşirək məbədi kilsənin tavanından nəhəng kəmir zəng asıldığına görə el arasında həm də zəhli kilsə adlandırılıb. 1960-cı illərdə kilsənin zəngi uğurlanıb. Məbədin divarlarına müxtəlif ölçülü və formalı naxışlar döyülüb. Deyilənə görə vaxtilə məbəddən karvansaray kimi də istifadə olunub. 19-cu əsrin hətta ortalarından başlayaraq Gədəbəydə fəaliyyətdə olmuş. Bilirsiniz ki, Siemens şirkətinin əcnəbi əməkdaşları hələ özlərinə müəyyən ibadət yeri inşa etdirənə kimi məhz bu Alban məbədindən istifadə eləmişdilər. Bu tarixi memarlıq abidəsi Mədəniyyət Nazirliyi tərəfindən də yerli, əhəmiyyətli mədəniyyət nümunəsi kimi təsdiqlənmişdir və bu gün də qorunub saxlanmaqdadır. Qalalarla dediyimiz kimi zəngin olan Gədəbəydə Pir qalası, Qalakənd qalası ilə yanaşı xalq qəhrəmanı Koroğlunun adını daşıyan qala da mövcuddur ki, bu da rayonun ən mənzərəli yerlərindən birində. Qalakənd və Miskinli kəndləri arasında sıldırım qayalığın zirvəsindədir. Elmi ədəbiyyatda Cavanşir qalası, Koroğlu qalası da adlanır. Xaricilərin yazdığı ədəbiyyatda Cənnət qala da adlanır. Bu qala Miskinli Dəstəfur çökəkliyi ərazisində yerləşir. Bunun yaxınlığında Şora mağarası var. Azıq mağarası ilə eyni dəniz səviyyəsindən eyni yüksəklikdə yerləşir. Eramızdan əvvəl 8-ci əsrdə inşa edilmiş. Onun şərq tərəfi sıldırım qayalarının örtülüdür. Qərb-cənub istiqaməti isə daş bloklardan hörülmüşdür. Qalada təndir qalıqları var, daş dəyənəklər, dolmenlər mövcuddur. Gədəbəy həm də yeraltı sərvətlərlə, zənginliyi ilə seçilən bir rayondur. Və 19-cu əsrin ortalarında Gədəbəydə misəritmə zavodu inşa olunmuşdu. Həmin zavodun sahibləri olan Siemens qardaşları eyni zamanda Gədəbəydə bir sıra infrastrukturların qurulmasını da təmin eləmişdilər. Həmin o nümunələrdən Siemens körpüləri bu gün də qalır və bu körpülərdən bu gün də keçənlər az deyil. 19-cu əsrin ortalarında Yunan mənşəli Maxov qardaşları filiz axtarmaq adından gəliblər və gəlib görüblər ki, Gədəbəydə zəngin mis yataqları var. Siemens qardaşlarına sifariş gəlib ki, Hindistandan Avropaya kabel çəkilməlidir. Onun xammalı misdir. Onlar gəlirlər 1865-ci il göstərilir mənbələrdə və həmin torpağı, ərazini alırlar. Alandan sonra zavod quraşdırırlar. Görürlər ki, xam mal o qədər çoxdur ki, zavodun birinin öhdəsindən gəlmir. Qalakənddə də bir zavod tikirlər. Azərbaycan tarixində ilk dəfə dəmir yolu bax burada çəkib. Özü də almanlar çəkib, Siemens qardaşları çəkib. Zaqafqaziya belə patriarxal münasibətlərin içərisində çabaladığı bir vaxtda Gədəbəy əməlli başlı bir mədəniyyət, iqtisadiyyat şəhəri idi. İrili xırdalı bir 25 dənə körpü var. Bu gördüyümüz körpü, buna Qalını körpü deyirlər.
Simes qardaşlarının Gədəbəydə inşa elədiyi körpülərdən biri də budur. Bura meşənin sıx yeri olub, böyük ağaclar olub. Onlar buradan odun daşıyırmışlar ki, həmin vaqonlarla Gədəbəydə zavodda yandırıb o mis emalı eləmək üçün, qızıl emalı eləmək üçün. Və körpünün üstündə də dəmir yolu relsləri qalıb. Eyni zamanda Azərbaycan ərazisində ilk deməli elektrik stansiyasında Gədəbəydə almanlar quraşdı. Azərbaycanın arxeoloji cəhətdən öyrənilməsinin ənənəsi də bu Siemens qardaşlarının dövranından başlayır. Onların mühəndisi var idi, Valdemar Berg. Həm Gədəbəyin ərazisində, qismən də Daşkəsənin ərazisində 300-ə qədər qəbir abidəsini öyrənməklə məşğul oldu. Sonra oradan çıxan materialları Almaniyaya göndərib Virxova. Virxov o materiallar əsasında Qafqazın maddi mədəniyyəti adlı bir monoqrafiya çap elətdirib. Eyni zamanda muzey yaradıb. (1888-1890-cı illərdə araşdırmalar nəticəsində 300-dən çox elmi əsər aşkarlanmışdır. Bu əsərlər daş qəbirlər, kurqanlar, saxsı qablar, o dövrdə istifadə olunan məişət əşyaları və s. toplanılaraq Berlinə göndərilmişdir. Daha sonra Berlində həmin 300-dən çox aparılmış tarixi əsərlər nümayiş olunur və analogu olmayan bir muzeyə çevrilir. Bu tarixlərdən sonra 1896-cı ildə İvanovski Moskva Arxeoloji Elmi Cəmiyyətinin üzvü Gədəbəyə səfər edir və o da 72-dən çox tarixi elmi əsəri araşdıraraq tapır. Bunlara o dövrün məişət əşyaları, silahları, pulları, saxsı qabları və s. daxildir. Bir çox ölkələrdən bayaq qeyd etdiyimiz həmin misəritmə zavodunda işləmək üçün gələn insanların özünə vətən seçdikləri Gədəbəy rayonunda bu gün də müxtəlif xalqların nümayəndələri yaşayırlar. Gədəbəy həm də bütöv Azərbaycan kimi bir tolerant rayondur. Burada Malakanlar məskunlaşmışdılar. Yəni mənim uşaqlıq dövrümdə də hətta biz onların ünsiyyətimiz çox olmuşdu. Bu gün də onların nümayəndələri burada çox sərbəst, çox rahat yaşayırlar. Zamanlardan süzə yaraşırsan elimize, hoş soraqlar getir bize, durnat eli, durnat eli. Hardasa bir 300 il, bəlkə də çox bizim nəsil burada yaşayıb. Mehriban yaşayırıq, çox gözəl yaşayırıq. Biz sevirik cənab prezidenti, bizə diqqət eləyir. Yaxşı gündə, pis gündə biz həmişə bir yerdəyik. Fəxr eləyirəm ki, mən Gədəbəyliyəm. Malakanlar gedib müharibəyə o başkənd alanda. Bu bizim qədim torpağıdır, biz onu çox sevirik. Bu ecazkar mənzərə Gədəbəyin qəhrəmanlıq, igidlik məkanı kimi tanınan başkənddir. İrsdən, kökdən, qandan gələn qəhrəmanlıq hissi, vətən sevgisi bu gün də nəsildən nəslə ötürülür. Hər torpağı, hər daşı bir tarix olan Azərbaycanımız igidlər məskəni olub. Vətən uğrunda canlarını fəda ediblər. Şəhidlərimizin ruhu qarşısında baş əyirik və hal-hazırda fədakar gənclərimiz də böyüyür, vətənpərvər, vətəni sevən, xalqını sevən, istər həkim olsun, istər müəllim olsun, Azərbaycanımızı ucaltmaq üçün əlimizdən gələni etməliyik. Hüsnü camalın nə gözəl, tarixin var, ulu, əzəl, ürəklərdə yerin özəl, can sənə qurban, Gədəbəy. Mərd doğulub oğul qızın, sarı tellə dinir sazın, nə şirindir xoşabazın, dilinə heyran, Gədəbəy. Alimlərin diyarısan, qəhrəmanlıq vüqarısan, ömrümüzün baharısan, havası dərman, Gədəbəy. Adəmdən cavandır, nuxtan qocadır, bir sirdir bilinməz, yaşı dağların, tufana əyilməz, yada basılmaz, həmişə qar olar başı dağların. Koroğlunun harda mübarizə aparmağından asılı olmayaraq görürsən, yenə gəlir öz qalasında həmin o qalibiyyəti
həmin o xoş anları qeyd eləyir. Dəllər yığır başına, öz sazınla, sözünlə tərənnüm eləyir. İllərin, əsrlərin, qərinələrin sınağından keçən, hər daşında bir tarix yatan bu abidələr Azərbaycan mədəniyyətinin müxtəlif nümunələrində də yaşadılır. İstər rəsmlərdə, istər musiqidə, istər şeiriyyatda. Qədim Oğuz türklərindən qalıbdır. Elin, oban, oylaqların Gədəbəy, min illərin royzündən yol gəlir. Səsin, sədan, soraqların Gədəbəy. Dağların var, əzəmətli, buqarlı, güneyləri güllü, qüceyi qarlı. Tərifinə söz tapmıram uyarlı, tamaşadır yaylaqların Gədəbəy. Hər bir daşın bir qala, bir qalaça, arzuların, ümitlərin gül açar, igidlərin qılınc salar, qol açar, müdam yanar ocaqların Gədəbəy. Dəli Koroğluya çəkilən zillər, çiçələ barmaqla vurulan güllər, gözəllər eşqinə gözəlləmələr, sarı tel havası Gədəbəydən. Nə gözəldir bağları ilə bir yerdə, belə gözəl çağları ilə bir yerdə. Tof dağıtmaz dağları ilə bir yerdə, Koroğlular qalasıdır Gədəbəy. Azərbaycan balasıdır Gədəbəy, Azərbaycan balasıdır Gədəbəy. Elə gözəllik dünyasını ey belə Gədəbəy'dədir, önünə bezdirmə mənə. Aman 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 aman. Aşklar diyarı, Qala məskəni Gədəbəy'dədir.